Salam, efirdə xəbər vaxtıdır. Studiyada mən Turac İbrahimovayam. Tetricqaroda mədəniyyət evi ilə idman kompleksinin tikintisinə başlanılıb. Yerli sakinlərinin sözlərinə görə bələdiyyədə indiyədək idman kompleksi olmayıb. Ətraflı reportajımızda. Tetricqaro şəhərində meriyanın təşəbbüsü və təşkilatçılığı ilə Didqori küçəsi 8 ünvanında mədəniyyət evi, yəni idman kompleksinin tikintisinə başlanılıb. Mədəniyyət evi 2 mərtəbəli bina kimi layihələndirilib. Birinci mərtəbəsində dəyişdirilə bilən uşaq meydançası olmaqla basketbol, futbol və digər idman tədbirlərinin keçirilməsi, eləcə də mədəni kütləvi tədbirlərin təşkili nəzərdə tutulur. Bina fiziki məhdudiyyətli insanlar üçün tam uyğunlaşdırılır. Sözü gedən layihə təxminən 6 aya bitəcək. Yerli sakinlər, əsas da gənclər ilə idmançılar bu faktda sevinirlər. Daha çox Olimpiya, Avropa və dünya çempionları yetişəcək burada. Layihəyə pandusların və ayaq yolunun quraşdırılması daxildir. Binanın hər iki tərəfində inventar və bəzək otaqları, qrim ilə paltar dəyişmə otaqları, duş kabinləri, həmçinin qəza çıxışları olacaq. Bütün otaqlar koridor sistemi ilə birləşdiriləcək. İkinci mərtəbədə rəqs və musiqi otaqları, həmçinin kitabxana, paltar dəyişmə otaqları, tualet və iş otaqlarına rast gəlinə biləcək. Layihə çərçivəsində mədəniyyət evinin ətrafındakı ərazidə avtomobil dayanacaqlarının təşkili də nəzərdə tutulur. Həm avtomobillər, həm də avtobuslar üçün parkinq təşkil olunacaq. Fiziki məhdudiyyətli insanlar üçün parkinq də plandadır. Təsdiqlənmiş məlumata görə layihə yerli büdcə hesabına maliyyələşdirilir. Onun dəyəri 3 milyon 200 min laridir. Sözü gedən idman kompleksi ilk dəfədir ki, Ağbulaqda tikilir. Hazırda sadəcə olaraq məşqlər gedir. Tetricqaroda ölkə miqyaslı yaxud bölgə miqyaslı yarışlara ev sahibliyi etməyimiz üçün heç bir məkanımız yoxdur. İdman kompleksi də məhz bunun üçün inşa olunur. Bu layihə təkcə Tetricqaro üçün deyil, həm də yerli əhali və idmanla məşğul olan uşaqlar üçün yenilikdir ki, bu da onların idmana olan həvəsini daha da artıracaq. Marneuldə Başqa Gürcüstan Hardadır adlı Gürcü mahnı festivalının yekun tədbiri keçirilib. Ənənəvi olaraq festival hər il regionlardan olan müsabiqə iştirakçılarını bir araya gətirir. Gürcü musiqisinin populyarlaşmasına xidmət edir. Finalda münsiflər heyəti bu dəfə anonim şəkildə müsabiqə iştirakçılarını qiymətləndirib. Bugün festivalda iştirak edən müsabiqə iştirakçıları, eləcə də tamaşaçılar və münsiflər heyəti üçün daha həyəcanlı və emosional keçdi. Belə ki, tamaşaçılar iyunun 26-sında yekun qala konsertə baxma imkanı əldə edəcəklər. Bugün final turumuzdur. Burada ümum Gürcüstan miqyasında həm bölgə, həm də müsabiqə qaliblərinin görüşü keçirilir. Artıq ikinci gündür Marneudədirlər. Final turumuz bugün yekunlaşacaq. İyunun 26-sında qala konsertdə qaliblər məlum olacaq. Final turunda münsiflər iştirakçıları gizli qiymətləndirirlər. Biz final mərhələsinin ikinci günündəyik. Bugün qiymətləndirmələr sona çatır. Çox istedadlı, gürcülü səsə malik uşaqlar yarışır. Ölkənin elə bölgələrindən gəliblər ki, hamısı yaxşı uşaqlardır. Müsabiqə təşkilatçısına təşəkkürümü bildirirəm. Çox gözəl yarışdı. Müsabiqənin miqyasları ili-ildən genişlənir və bu bizi sevindirir. Həyatımda həmişə təsəvvür belə edə bilməyəcəyim yerlərə gəlib çıxıram. Başqa Gürcüstan harada var müsabiqəsi də onlardan biridir. Mən özümü çox xoşbəxt hiss edirəm. Bu il ölkə miqyasında müxtəlif bölgələrdən gələn çox səslər dinlədik. Çox gözəl vaxt keçiririk. Hər kəsə uğurlar arzulayıram. İyunun
İyunun 26-sında saat 18:00-da Marneuli meriyasının Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə Marneuldə Rənglər Festivalı keçiriləcək. Festival çərçivəsində fırça ilə görünən Gürcüstan müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Gənclər Festivalını DJ-lər aparacaq və tədbirin dress kodunu qeyd etmək vacibdir. Yəni, ora gələnlər ağ geyimdə olmalıdırlar. Marneuli Bələdiyyəsinin Gənclər Şurasının təşəbbüsü ilə Rənglər Festivalı planlaşdırılır. Festival iyunun 26-sında bu 4-cü gün yenə də Böyüyəcəklər abidəsi ətrafında keçiriləcək. Bu tədbir Marneuli meriyası və Nömrə 1 adlı tikinti şirkətinin dəstəyi ilə keçirilir. Özəl təşkilatdır. Gənclərin tədbirlərində özəl şirkətlərin yer alması çox önəmlidir. Xatırladım ki, proqram 4 saatlıqdır. Yerli ifaçılar çıxış edəcəklər. Axşam saat 8-də isə Arkan və Serkan kimi tanıdığımız yerli DJ-lərin performansı başlayacaq. 12-ci sinifi bitirənlərə attestatların verilməsi üçün ərizələrin qəbuluna başlanılıb. Ərizələr ədliyyə evlərində, agentliyin ərazi bölmələrində və mobil ofislərdə verilə bilər. Qeyd edək ki, sənəd 10 iş günü ərzində pulsuz veriləcək və elektron versiyasını MyGov.g saytından yükləmək olar. Onu da qeyd etmək lazımdır ki, 9-cu sinif sertifikatı yalnız eksternat təhsilini 2025-ci ilin mart ayında başa vurmuş şəxslərə veriləcək. Bu əlimizdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.